Məsələli testimiz funksiyadır. Deyir ki, def m, f m verilib bizə f funksiyası. F funksiyası burada b-yə bərabərdir. B bərabərdir f(a). A-nın da dəyərini 5 veribsə, deməli m də bizdə avtomatik olaraq 5 olur. M bərabərdir. M vurulsun 2 vurulsun gm. Yəni 5 vurulsun 2 vurulsun gm. G funksiyasının qiyməti, yəni G5 funksiyasının qiymətini tapacağıq. 5-dirsə, deməli buradan belə çıxır ki, K da 5-ə bərabərdir. K bərabər olacaq 5 vurulsun 4. Gətirib yerinə qoyuram. Olur 20. Deməli Gm olur 20. O zaman buradan M bərabər olacaq 10 vurulsun. Çünki 5-i 2-yə vuranda 10 eləyir. Vurulsun 20. O da elədi 200. İndi mənə N-in dəyərini verib. N bərabərdir G-M üstə gəl 10-a. G-M-ı mən, yəni G5-i 5 olaraq götürməyəcəm. Artıq burada M-nın yerinə başqa qiymət qoyacağam. M-nın yerinə 200 qoyacağam. Gələcəm 200-ü tapacağam. 200-ü tapsam, o zaman G 200 nəyə bərabərdir? K bərabərdir məndə. K vurulsun 4-ə, yəni 200 vurulsun 4, o da elədi 800-ə və buradan da 800-ün üzərinə 10 gələndə 810 edir. Eləmi? Və ən sonda da məndə M ilə N-in cəmini qaytarmağımı istəyir. Yəni 200 üstə gəl 810, o da eləyir 1010. Növbətiyə keçək. Aşağıdakı HTML kod fraqmenti brauzerdə necə əks olunacaq? Baxın, TR-TR-lərə baxırıq. TR-lər bizdə sətirləri göstərir və TH-lar isə bizdə sütunları göstərir. Yəni sütun başlığı göstərir. Deyir ki, TR-TH birinci sətir və birinci sətir üzrə də, bax belə deyək də, cədvəldirsə, bax, bu cədvəlin artıq sütun başlığı, yəni buradakı qeyd olunan nə yazılıb? U ilə, yəni altdan xətt ilə qeyd olunsun. Fənnin adı, bax fən, altdan xətt, bax belə çəkiləcək. Daha sonra ikinci i ilə yazılıb, ikinci sütunun i ilə yazılıb və adı da müəllimdir və müəllimdə də i ilə yazılıb. Yəni bu kursiv olacaq, maili. Buradakı yaxşı görsənmir. Çox güman ki, deməli B variantı daha uyğun gəlir. Bunlar bilmədim, B ilə D-nin arasında qaldım. E variantını götürməmişəm, bəlkə də E də ola bilər. Çünki burada görükmür yaxşı. Və nə edəcəyik? TR bərabərdir TD bold riyaziyyat. Riyaziyyat sözü qalın yazılmalıdır içərisində. Sonra təranə müəllim sözü kursiv yazılmalıdır. Bax, buradakı kimi uyğun gəlir hələ ki. Sonra ingilis dili qalın yazılacaq və Lalə müəllimə sözün altından xətt çəkiləcək. Bu ilə çox güman ki, amma burada nazik yazılıb. Buradan da bu deyil. Və yəqin ki, E variantıdır. Gözlüyün bir dənə E variantını da bura əlavə edeyim. E variantına da baxaq. Bir də baxırıq. Deməli, məndə fənnin adı altdan xətt çəkilməlidir. Müəllimin adı kursivlə yazılır, qalın deyil. Sonra düşürəm aşağı. Riyaziyyat sözü qalın yazılmalıdır və təranə müəllimə maili yazılır. İngilis dili qalın yazılır və Lalə müəllimə altdan xətt yazılır. Deməli, ilə doğru cavab E variantı olacaqdır. Davam edirik növbəti suala. 246 7-lik ədədini 8-lik say sistemində göstərməyimizi istəyir. Belə deyək, əvvəlcə 246-nı biz bunu ya 2-liyə çevirib 8-liyə çevirməliyik, ya da 10-luğa çevirib 8-liyə çevirməliyik. 2-liyə çevirək. Məsələn, 246 7-lik ədədi lap istəyirsinizsə 10-luğa çevirək. Deməli, 7-likdən 10-luğa çevirəndə 0, 1, 2 olur. 2 vurulsun 7-nin kvadratı üstə gəl 4 vurulsun 7 üstə gəl 1. O da üstə gəl 6 vurulsun 7-nin üstü 0-a. Yəni 7 vurulsun 49 üstə gəl 28 üstə gəl 6 bərabər edir 377-yə, yəni 10-luq ədədə. İndi mən bunu 8-liyə çevirməliyəm. 377-ni 8-ə böləndə 4 dəfə çıxdım 32-sini, qaldı 57, 7 dəfə çıxdım 56, qalır 1. Bir dəqiqə.
Hə, burada üzr istəyirəm, səhv yazmışam. Bax, görürsünüzmü, tələsdirəm. Tələsdiyimdən səhv yazmışam. Burada 7 yox, 2 yazılmalıdır. Ona görə də ifadənin tamamilə cavabı dəyişik gəlir, çıxır. Mən də deyirəm, səhv niyə görə gedir? 2 dəfə götürməliyik. Artıq bizim cavabımız dəyişiləcək. Yəni 132 edir. Buradan çıxır, bağlayım. Hə, 132. Və 132 onluğu 8-liyə çevirmək üçün bölürəm 8-ə. Bir dəfə çıxdım 8-in, qaldı 52. 52-də də bu bizdə edir. Neçə dəfə? 6 dəfə çıxdım 48-in, qalır 4. 16-nı da 8-ə bölürəm. 2 dəfə çıxdım 16-sın, qalır 0. Cavab edir 204. Keçək növbətiyə. Deməli, şəkil 1-də təsvir olunmuş qrafın qonşuluq matrisində 1-in sayı x-dır. Bu qrafı şəkil 2-dəki qraflara ayrıldıqdan sonra alınmış 2 qrafın qonşuluq matrisindəki birlərin ümumi sayı y-dır. X çıxılsın y fərqini baxırıq. Deməli, mən burada nəyə diqqət edirəm? 2 dənə qonşusu olanlar hansılardır? Bax, A, B, C, E, G və X. Bax, bunların 2 qonşusu var. Amma F-la D-nın isə 3 qonşusu var, eləmi? Və buradan belə çıxar ki, 2 qonşusu var. Məsələn, biz cədvəl quranda, sadəsini deyim sizə, belə bir cədvəl qururuq. Bura yazıram A, B, bir dənə də C, eləmi? Tutaq ki, deyirəm, 2 qonşusu var. Məsələn, A-nın 2 dənə qonşusu var. Həm B ilə əlaqəsi var, həm C ilə əlaqəsi var. Bax, mən necə yazıram? Bax, belə yazıram da, A-da 1 qoyuram, B-də 1 qoyuram, eləmi? Sonra B-nin də A-la əlaqəsi var, C-nin də A-la əlaqəsi var. Görsün, 2 qonşusu varsa, 2 dənə, yəni bilirsiniz necə, bir budaqdan çıxan, fərqi yoxdur, 2 dənə, 3 dənə, yəni 2-yə vururam da, bunun birləşdiyi əlaqələrin sayını 2-yə vururam. İndi təsəvvür edin ki, tutaq ki, bir dənə də D var, hansı ki, bir burada yazıram. Bu nümunədir. Burada nəyə diqqət edirəm? Tutaq ki, A həm də D ilə əlaqəsi var. O zaman fikir verin mənə. A-nın 3 dənə qonşusu varsa, yəni 3 ilə əlaqədədir də. Bax necə ki, ev həm E-lə, həm G-lə, həm D-lə əlaqəsi varsa, mənim 3 dənə, 3 burada, 3 burada, 6 dənə birim yaranacaq. O məntiqlə götürəndə, yəni 1, 2, 3, 4, 5, 6, 6 vurulsun 2, 12 edir. 2 vurulsun 3, 6 edir. Və ikisi birlikdə də 18 dənə edir. Yəni, mənim x-im 18-ə bərabərdir. Növbətidə isə hamısının 2 dənə qonşusu var. Yəni, A, B, C, D, E, G, H, bir də F. Bunların hamısının 2 qonşusu var. Ümumi sayı da 1, 2, 3, 4, 5, 6, 7, 8 eləyir. 8-i vururam 2-yə, eləyir 16. Məndən də 18-dən 16-nı çıxmağı istəyir. Cavab eləyir 2. Növbətiyə keçid eləyək. Deyir ki, HTML kodu fraqmenti brauzerdə olunarkən nömrələnmiş siyahının birinci elementi hansı olar? O nömrələnmiş siyahıdır, U işarələnmiş siyahıdır. Nömrələnmiş siyahının birinci elementi deyirsə, siçan sözü olacaq və siçan altdan xətt şəklində yazılacaq. Yəni, bax, doğru cavab budur. Davam edirəm. Elektron cədvəl fraqmenti verilmişdir. B2 xanasına hansı ədəd yazılmalıdır ki, D1 xanasındakı düstur D2 və D3 xanalarına köçürüldükdə D1, D3 diapazonunda bax, belə bir ifadə yaransın. Deməli, burada D1-i əvvəlcə bir tapaq. D1 nəyə bərabərdir? B1, yəni B1-in qiyməti 30-dur. 30 vurulsun, mötərizə açırıq, 1 üstəgəl. A1-in qiyməti 30, üstəgəl. C2-nin qiyməti 50, bax belə. Və bölünsün 100-ə, bax bu formadadır. Buradan da bizim cavabımız cavab edir 54. D2 xanasına baxırıq. D2 xanası artıq burada heç biri mütləq ünvan deyil. Aşağı düşəndə qiymət dəyişəcək. B2 olacaq. B2-nin qiyməti nəyə bərabərdir? Bilmirəm. 1 üstəgəl. A1 olacaq A2, yəni 10. Üstəgəl. C2 olacaq C3, yəni 10. Bölünsün 100-ə. Burada artıq maraqlı vəziyyət buradan yaranır.
Bir də hələlik bu qalsın. Bir də D3 bərabərdir B3. B3-ün qiyməti 15 vurulsun. 1 üstəgəl A3. A3-ün qiyməti 40-dır və C4-ün qiyməti 20 bölünsün 100-ə. İndi gəlin bunu həll eləyək. Bərabər olur 24-ə. İndi deməli, burdan belə bir nəticəyə gəlirik ki, baxın nəticələrə. Bax, biri 24-dür, biri 54-dür də və diaqrammada baxıram. Biri 20%-dir, 35%-dir, 45%-dir. Bax, 20% əgər 24 ən kiçik kimi 20% götürsək, o zaman 45% də 54 olur. Məndə nə olacaq? D2 bərabərdir. Bax, buradan rahat şəkildə qoyacaq yazaq. D2 bərabərdir. B2-ni bilmirəm. Vurulsun. Onun üstünə 10 gəlirəm 20. 20-ni böləndə 100-ə 0,2 o da eləyir 1,2-yə. İndi mən D2-ni tapmalıyam. Bax, yenə də deyirəm, bu 54%, 54 böyükdürsə, 24 də kiçikdirsə, onda belə çıxır ki, 54 45%-dir və 24 də 20%-dir, yerdə qalır 35%. Yəni belə deyək də, 54%, 54-ü, yəni 54-ü məndə 54, 45% olarsa, B2 vurulsun 1,2-si də edəcək 35%. Buradan da B2 bərabərdir, 35 vurulsun 54 bölünsün 45 vurulsun 1,2-yə. O da edir 35 C variantı. Davam edək. Deməli, deyir ki, elektron cədvəl ilə bağlı doğru mülahizələri müəyyən edin. B5 F6 diapazonunda 10 xana var. Bax, 6 ilə 5 2 dənə sətr deməkdir. 2 sətr burdandır. Sonra mənə deyir ki, B, A, B, C, D, E, F, eləmi? Birlikdə neçə elədi? 1, 2, 3, 4, 5 dənə. 5-i vururam 2-yə, eləyir 10. Bəli, 10 dənə xana var. Sonra son deyir A2 bölünsün C2 düsturu. A2 və C bu doğruydu. A2 və C2, C5 xanasındakı ədədi qiymətlərin cəmini. Yox, burada xanalardakı deyil. Yalnız A2 ilə B2-də deyil, A2, C5 diapazonunu bütövlükdə götürürəm. Mənə deyir ki, bu ünvan ümumiyyətlə səhv yazılıb. Bu səhvdir, doğru ünvan deyil. A2, E5 diapazonu 4 sətirdən ibarətdir. Deməli 2, 3, 4 və 5. Ümumilikdə bəli 4 sətirdən ibarətdir. A2, E5 diapazonu 4 sütundan ibarətdir. A, B, C, D, E. Sayıram ümumilikdə 5 dənə sütundur. Deməli burada doğru cavab olur 1 və 4. Python dilində yazılmış proqram icrası zamanı klaviaturadan 5682 ədəd daxil edilərsə, proqramın nəticəsini müəyyən edin. Deməli, 5682-ni nə üçün daxil edib? X üçün daxil edib. X sıfırdan böyükdürmü? Deyirəm, hə. Sonra məndə A bərabərdir. X-in 10-a bölünməsindən alınan qalıq. Sonra X isə X-in 10-a bölünməsindən alınan tam hissəyə bərabərdir. Deməli, A məndə olacaq birinci dövr üçün. X-in 10-a bölünməsindən alınan qalıq 2-dir. X də bərabərdir 568. Bu ədədi çox güman ki, ədədi rəqəmlərə ayırır. Sonra n-i bir vahid artırdı. N oldu 1, 0 idi, 1 oldu. İkinci dövrə qayıdıram. Məndə X-in 0 olana qədər davam edəcək. A olacaq qalıq, yəni X-in, bax bu ifadənin qalıq A olacaq 8, X olacaq 56, N bərabərdir 2, bəli, ədəd rəqəmlərə parçalanır. A bərabərdir növbəti dövr üçün A bərabər olacaq 6-ya, X bərabər olacaq 5, N bərabərdir 3. Dördüncü halda A bərabərdir 5, sonra X bərabərdir 0 və N bərabərdir 4. Belə getdi. Sonra deyək ki, düş aşağı K bərabərdir. K üstəgəl. K-nın başlanğıc qiymətini X verib, yəni 5682 üstəgəl 1 vurulsun onun qüvvətində n, yəni 1 vurulsun onun qüvvətində 4 olur 10.000. Yəni 5682 üstəgəl 10.000 o da verir mənə 15682.
Daha sonra deyir ki, həmin bu ifadəni ona vur və üzərinə 1 gəl. Yəni 15.682-ni vururam ona, üzərinə 1 gəlirəm. O da baxın elə, bax B variantındakı kimi bir cavabı almış oluruq. Davam edək. Python dilində yazılmış proqram nəticəsini müəyyən eləyin. M bərabər M-dir, səhv etmirəmsə, bəli, M-dir. M bərabərdir 24, S bərabərdir 0. Deyir ki, əyərləri, bir dənə bunu biraz yaxınlaşdırım, nəsə yaxşı görə bilmədim. Deyir ki, əyərləri M-in 3-ə bölünməsindən alınan qalıq 0-dırsa, yəni 24 3-ə tam bölünürmü? Deyirəm, hə, bölünür. Deyir, onda S-i bir vahid artır, S olacaq 1. Sonra deyir ki, M 24-ə bölünməsindən alınan qalıq 6-dırmı? Yəni 24-ü 4-ə böləndə qalıqda 0 eləyir, 6 deyil. Yəni bu şərt ödənmədi, dövrün içərisinə girmir. 24-ü 8-ə 24 deyil, burada S-dir. S-in qiyməti 1-dir. 1-i 8-ə bölünəndə qalıq olaraq 1-in özünü qaytarır. Bu da səhv olacaq, girməyəcək və bunun else-sinə, yəni bu şərt belə deyim də, heç bununla bu eyni səviyyədədir əslində. Yəni bu şərt ödənmədirsə, bunu yoxlayırıq. Bəli. Bu da ödənmədirsə bura düşəcək. Else bərabərdir S üstəgəl 6. Yəni 1 üstəgəl 6 verəcək mənə 7. Sonra da 7 ilə M-in qiyməti olan 24-ü toplayır. O da verir 31. Davam edək. Nəticəsində 56 olduğunu deyir və A-nın ilkin qiymətini soruşur. Deməli, burada A bərabərdir, belə deyək də, A vurulsun C bölünsün 3, 56-ya bərabərdir. Bax, bu ifadədə. İndi C nəyə bərabərdir? C bərabərdir -3 üstəgəl A vurulsun C-yə. C-nin də qiyməti məndə yuxarıda 3 verir. Yəni, -3 üstəgəl A vurulsun 3-ə. Eləmi? Bax, belə bir ifadəyə bərabərdir. Və indi gətirək yerinə qoyaq. A vurulsun 3-ü çıxardaq elə mötərizə qarşısına. Müsbət 3-ə. 3-ü çıxardaq. -1 üstəgəl A, eləmi? Bölünsün 3. Bərabərdir 56-ya. Bu 3-lər ixtisar gedir. Vuraq açaq. -A üstəgəl A kvadrat bərabərdir 56-ya. A kvadrat çıx A çıxılsın 56 bərabərdir 0. Diskriminant bərabərdir 1 kvadrat üstəgəl 4 vurulsun 56. O da edir 225. Buradan da kök çıxır. Belə deyim, neçəsində müsbət olduğunu demir əslində. Nə müsbəti yazıb, nə mənfini yazıb. Gəl baxaq. Buradan da kök çıxır 15. Deməli, A1 bərabərdir. Belə deyək də, mənfi müsbət eləyər. 1 üstəgəl 15 bölünsün 2 edir 8. A2 də bərabərdir. 1 çıxılsın 15 bölünsün 2 eləyir -7. Aha, maraqlı bir vəziyyətə düşdük. İndi gəlin baxaq. Deyir ki, alqoritm icrası nəticəsində A-nın son qiymətinin 56 olduğunu nəzərə alsaq, A-nın ala biləcək ilkin qiymətlərinin cəmini istəyir məndən. Burada bu ifadə yazılıb cəmini. Yəni 8 ilə -7-nin cəmini istəyir. O da eləyir məndə -1. Cavab olur D variantı. Aşağıdakı proqram fraqmenti yerinə yetirilərsə, nəticədə hansı ifadənin qiyməti necə olacaq? Yəni belə bir vəziyyət yazılıb. Bunu mən böyüdüm. Gözüm görmədi. İndi gəlin baxaq. Baxın, mən deməli, gəlin belə-belə bir-bir yazaq. P-yə 0 verib, S-ə 0 verib. Cəmləmədən söhbət gedir burada. Və qiymətlər də ki, müsbətdir, yəni mənfi qiymətlər yoxdur. P bərabərdir 1 bölünsün I. I məndə tutaq ki, deyirəm, N-i verirəm 5, eləmi? N tutaq ki, 5-dir. I onda məndə hansı qiymətlər alacaq? 0, 1, 2, 3, 4. Yəni, dövrü prosesin 5 dəfə gedəcək. P bərabər olacaq. P üstəgəl 1 bölünsün I-yə. Buradan 1-dən götürüb ona görə 0 xətası verməsin deyə, bəli. 1 bölünsün 1-ə. Yəni, P-nin qiyməti olacaq 0 üstəgəl 1, 1. Bax, 1. S bərabər olacaq. Bu birinci dövr üçün. S üstəgəl, S-in qiyməti 0-dır. 0 üstəgəl 1 üstəgəl 1 bölünsün 1-ə. O da eləyir
2 böl 1. Eləmi? Sonra ikinciyə baxaq. P bərabər olacaq. P-nin qiyməti olan 1 üstəgəl 1 bölünsün 2-yə. S bərabər olacaq. S-in qiyməti olan 2 böl 1. Elə belə ki, hələ ki belə saxlayıram. 2 böl 1 elə 2 üstəgəl nəyə? I üstəgəl 1-ə. Yəni i-nin qiyməti məndə 2-dir. 2 üstəgəl 1 3 bölünsün P-nin qiyməti olan P-nin qiymətinə. P-nin də qiymətini mən nə almışam? 1 üstəgəl 2-də 1 almışam. Bir növbəti etapda, üçüncüdə P bərabər olacaq 1 üstəgəl 1 böl 2 üstəgəl 1 bölünsün 3. Yəni həll eləmirəm, mənə düstur kimi çıxartmaq lazımdır. S bərabərdir 2 üstəgəl 3 bölünsün 1 üstəgəl 2-də 1 üstəgəl 3 idi. Sonra S nə edirdi? S üstəgəl. Yəni S-in qiyməti bu. Bölünsün i plus 1. 3 üstəgəl 1 4. 4 bölünsün 1 üstəgəl 2-də 1 üstəgəl 3-də 1. Fikir verirəm ki, sürətdəki ilə məxrəcin, bax bu məxrəc arasında bir vahid fərq var. İndi gəl baxaq. Faktorialdan buradan heç bir söhbət getmir. Burada toplama bölmə əməliyyatı var. Burada hamısında 2-dir, E variantı səhvdir. Faktorial olduğuna görə səhvdir. Və qalırıq burada baxaq. Burada hamısında 1-dir. Bu səhvdir. A ilə D-nin arasına baxırıq. 1 üstəgəl qeyd edib. Biz isə tapdıq 2 üstəgəl. Ona görə də doğru cavab A olacaqdır. Davam edək. Pythonda belə bir proqram verilib və proqramın fraqmentin nəticəsini müəyyən etməyimizi istəyir. X bərabərdir 10 verib. 10 ona bərabərdir deyirəm, hə. Y bərabərdir 20. Z bərabərdir STRX. STRX yəni 10 dırnaq içərisində üstəgəl bir dənə boşluq qoyub arada və üstəgəl dırnaq içərisində 20. Bu olur məndə dırnaq 10 boşluq 20. Bax belə bir ifadə alınır və Z-i çap eləməyimi istəyir. Z-i çap eləyəndən sonra Y-ı 100-ə bərabər edir. Sonra deyir ki, Z bərabər olsun təzədən STRX. STRX-ım mənim 10 idi. Düşüb aşağı, yox, burada bir əməliyyat da var. Y bərabərdir, X vurulsun 2-yə. X vurulsun 2-yə. Y-ın qiyməti ilə yenə də dəyişmədir. 10 vurulsun 2 eləyir 20. Amma burada o qiyməti almağına baxmayaraq aşağıda Y son olaraq 100 qiymətini alır. Deməli, STRX. STRX məndə dırnaq içərisində yenə 10, üstəgəl yenə boşluq və üstəgəl STRY. STRY-ın da qiyməti 100-dür. Üstəgəl 100. Bax, belə bir ifadə. Və o da verir mənə 10 boşluq 100. Və mənim üçün çap eləyəcək 10 boşluq 20 və 10 boşluq 100. Bu da edir A variantı. Davam edirik. Python dilində yazılmış proqramın nəticəsinin nə olacağını deyir. Davam edək. Yaxınlaşdırdım. Deməli, mənə nə verib? For in range. Yəni, funksiyamın adı K-dır və B ilə. For in range ilə sətirlən bu buradan alır qiyməti. A-dan alır qiyməti və mənə belə bir siyahı verib. For in range 0-dan len A-ya qədər. Yəni siyahının bütün elementlərinə müraciət edəcək. Mən belə başa düşdüm ki, siyahının elementlərini əvəz edəcək. Nə ilə? K-A ilə. Yəni bax burada gələcək bir elementi götürəcək. Məsələn, B olacaq ilkin olaraq 13. 13, yəni burada da bütün elementlərə müraciət edəcək. 13-ü nə edəcək? I-yə. I-nin qiyməti nədir burada? I bərabərdir 1, 2, 3 və s. 13-ə qədər. Bax burada. 13-ün 1-ə bölünməsindən alınan qalıq 0-dırmı? Yəni bu ədədin sadə olub olmadığını göstərir. Yəni əyərləri həmin bu ədədlərdən hansısa bölünməsindən alınan qalıq 0 olacaqsa, məsələn 13 1-ə bölünür. 13 1-ə bölünür. Bir də 13 13-ün özünə bölünür. Çünki B üstəgəl 1 yazılıbsa 13-ün özünü götürməyimi istəyir. 13 1-ə bölünür. Bir də 13 özünə bölünür. Yerdə qalana bölünmür. Deməli, burada 2 dənə gedir. Deyir S2-dirsə B-ni qaytar. Bu o deməkdir ki, siyahının elementləri içərisində sadə olanları çap edəcək. Bax 13-ü
Sonra gələcək 17-ni və 19-u çap edəcək. Amma digərlərini isə digər elementləri isə bir vahid azaldacaq. Yəni, bax 13-ü götürəcək, çap eləyəcək, 24-ə baxacaq, sadə də deyil, 24-dən bir vahid az, 25-dən bir vahid az 24-ü çap eləyəcək. Sonra 14-dən bir vahid az 13-ü çap eləyəcək. Sonra 17 olduğu kimi çap olunur, 18-dən bir vahid az 17-ni, 19 olduğu kimi çap olunur, 32-dən də bir vahid az 31-i. Yəni cavab olur E variantı. Davam edirik. Əsası n olan say sistemində m və n-nin ardıcıl rəqəmlər olduğu məlumdursa, ardıcıl rəqəmlər, yəni 5-dən sonra 6, 6-dan sonra 7 və s. m-in qiymətini tapmağımızı istəyir. Deyir mənə ki, bunlar əsas verilibsə, deməli bunlar bütöv bir ədəddir. 5 m 4 ayağında n. Bunu onluq say sisteminə çevirək. Olur belə. 5 vurulsun 0, 1, 2. 5 vurulsun n kvadrat üstə gəl mn üstə gəl 4. Bax, bunun ifadənin nəticəsi budur. Bu birisində isə 4m 5 ayağında n. Yəni 4 vurulsun n kvadrat üstə gəl mn üstə gəl 5. İndi məndə bax bunların fərqini deyir. Yəni bu ifadədən bu ifadəni çıxanda cavab 48 alınır. Bax onu demək istəyir. İndi gəl baxaq. 5 vurulsun n kvadrat üstə gəl mn üstə gəl 4. Çıxılsın 4n kvadrat üstə gəl mn üstə gəl 5 bərabərdir 48-ə. Üzr istəyirəm. Hamısı mənfi olacaq. Bax, bunlar getdi. 5-dən 4-ün çıxanda bir dənə n kvadrat eləyir. Çıxılsın 1 bərabərdir 49. N kvadrat bərabərdir 49-a. N də bərabərdir 7-yə. Davam edirik. Doğru fikirləri müəyyən edin. Prosesor məlumatları kompüterdən xaric edən çıxış qurğusudur. Xeyr. Prosesor informasiyanı verilənləri emal edən qurğudur. Skaner çıxış qurğusudur. Xeyr. Skaner giriş qurğusudur. Lazer printerlərin çap sürəti 1 dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçülür. Prosesor məlumatı kompüterə daxil edən giriş qurğusudur və klaviatura kompüterin giriş qurğularına aiddir. Deməli cavab olur 3, 5. Davam edirik. High Color və True Color sistemində kodlaşdırılmış iki fərqli qrafik təsvirdə informasiya həcmi 120 megabaytdır. Bu təsvirlərin piksellərinin sayının bərabər olduğunu bilərək High Colorda kodlaşdırılmış qrafik təsvirlərin həcmini müəyyənləşdirin. Deməli, iki dənə şəkildir. Təsvirdəki piksellərin sayını A ilə göstərirəm. Yəni, A vurulsun 16 bit, üstə gəl A vurulsun 24 bit bərabərdir. Mənə verib nəyə? 120 megabayta. Bunların ikisi budur. A-nı çıxardıram mötərizə xaricinə. Ümumiyyətlə belə də toplaya bilərəm. 24 ilə 16-nı toplayanda 10, bir yadda 3, o da 1, 4. 40 bit, eləmi? Bərabərdir 120 megabaytdan da bitə çevirmək üçün 8 bitə vururam. 40-la 8 gedir, burada qalır 5. A da bərabər olur 24 megabitə, belə deyək. Megabitə, çünki bitə çevirmişəm axı. BM hərfidir. Amma mən A-nı megabit şəklində yaza bilmərəm. Çünki mən məcburam A-nı çevirəm ifadə olaraq, yəni pikselin sayı olaraq. Yəni mega məndə nə qədərdir? 1024 vurulsun 1024 deməkdir. Yəni 224-dür. Bitim də isə vururam 8-ə. Yəni bax belə. Yox, heç 8-ə vurmağa ehtiyac yoxdur. 8-ə vurmağa ehtiyac yoxdur. Bax, bu ifadə belə qalır. İndi məndə bu piksellərimin sayıdır. Bu qədər pikselin sayı vururam nəyə? Biraz ola bilər ki, tam çox yazmıram, sürətli yazmağa çalışıram. Çünki bilirəm ki, uşaqlar həyəcanla cavab gözləyir. Bu ifadəni vururam məndə High Color-la istəyir. High Color olanda informasiya həcmi nə qədər? High Color-da verib mənə 16 bit. Vururam 16 bitə bərabər olacaq nəyə? Bu ifadə də məndə yeri gəlmişkən bitlə idi. Bərabər olacaq bilmirəm nəyə? Çünki megabaytla soruşur, həcmi soruşur. Onda həcm bərabər yazaq. Megaya çevirmək üçün 1024 vurulsun 1024 şəklində yazıram. Bax, bunlar ixtisar gedir və
Bitdən də bayta çevirmək üçün 8 bitə bölürəm. 8 ilə gedir 2, o da eləyir 48. Cavab eləyir D variantı. Davam edirik. Windows əməliyyat sistemində doğru olmayan fayl adını müəyyən edin. Əməliyyat sistemində deməli biz doğru göstərən adlar var, siyahılar var ki, hansı adlar doğrudur, hansılar yox. Deməli, bu simvollar bizdə hansılar ki, verilib? Deməli, əyri xətlərdir, düz xətdir, sonra 2 dənə nöqtədir, ulduzdur, dırnaqdır, böyük, kiçik və sual işarəsi. Bunların içərisində nöqtə icazə verir, altdan xətə icazə verir, amma 2 nöqtə, bax C variantında göstərilmiş 2 nöqtə səhv olacaq. Davam edirik. Verilənlər bazası cədvəlində belə bir cədvəl verib mənə və sorğunun nəticəsinin nə olacağını soruşur. Platforma bu fərqlidir göstərir. Yəni platforma nömrəsi 2-dən fərqli olanlar, 2-dən fərqli olanlar 3 bax 3 eləmi? Bax bu ifadədir. Gəl belə deyək. Gəlin bunu ən yaxşısı burada nömrələyək özümüz üçün. 1 2 3 4, 5, 6, 7, 8. Deməli, platforma nömrəsi fərqli olanlar məndə oldu birinci, sonra 2-dən fərqli olan 3-dür, 4-dür, 5 və 8-dir. Sonra mənə deyir ki, or və ya statusu gecikmədə olanlar. Statusu gecikmədə olanlar da 6 ilə 7-dir. 6 ilə də 7 ordursa birləşdirirəm bura. Dayanacaq and kəsişməsi olacaq. N-ilə başlamır da, yəni sonu N-ilə bitir. Dayanacağın sonu N-ilə bitən, bax bir burdadır, 2-dədir. Sonra 4, 5, 6, 7. 4, 5, 6, 7. Ümumilikdə götürəndə 2 bunların hər ikisində yoxdur. Ortaq olanları götürürəm. Bax, 4 var, 5 var, 6 var və 7 var. Ümumilikdə olur mənim 4 dənə sorğumun nəticəsi. Mətn redaktorunda yanaşı, yəni bitişik yazılmış Python sözlərindən ibarət ifadədə kursor sonuncu Python sözündəki P hərfindən dərhal əvvəl dayanmışdır. Deməli, Python sözü yazılıb bitişik formada və kursor Python yazılmış Python sözlərindən. Belə çıxır ki, bu bir neçə dənə Python sözləri yazılıbmış və mətn üzərində aşağıdakı əməliyyatlar icra olunduqdan sonra bu alqoritm 20 dəfə icra olunduqdan sonra mətnin Python şəklində düşündüyünü nəzərə alaraq ilkin ifadənin neçə Pythondan ibarət olduğunu soruşur. Yaxşı. Bax, əvvəlində təsəvvür et ki, bu sonuncu Pythondur və bu da sonuncu Pythondan əvvəldə dayanıb kursorum. Və bundan əvvəl də Pythonlar var da bir neçə dəfə. 3 dəfə delete. Delete sağ tərəfdəkiləri silir. Yəni sağda olan simvolları silir. 1, 2, 3. Kursor gələcək dayanacaq burada. 3 dəfə də sola ox verəcək. Yəni həmin bu ifadənin yerində. Mənim Python sözümdə, bax Python sözündə neçə dənə? 1, 2, 3, 4, 5, 6 dənə simvolum var. 6 simvolum var. Və bu nə edəcək? 3 dəfə sağa siləcək. Sonra 3 dənə də kursoru bir yana sürüşdürəcək, sol tərəfə sürüşdürəcək. Yenə gələndən sonra yenə də bax sürüşdürdümü, yenə 3 dəfəni siləcək, yenə 3 dənə sola sürüşdürəcək. Bax bu minvalla 20 dəfə bu proses baş verəcək. Yəni 6 simvoldan hər dəfə 3-ünü silir. Kursor gedir bir yana. Bax belə olur da. -3 olur. Sonra kursor gəlir özündən sonra 3 dənə siləndən sonra yerdə 3-ü qalır və 1, 2, 3-cüyə dayanır. Sonra bu 3 dənəni silir, yenə də 1, 2, 3 dayanır. Yenə bu 3 dənəni silir, 1, 2, 3 dayanır. Bax belə 20 dəfə bu prosesi davam etdirir. Bir dənə burada istəyirəm ki, Word-ün özündə sizə göstərəm. Baxın bir dənə. Bax mən məsələn kursorum burdadır da, hə. Bax delete-lə 1, 2, 3-ün sildim. Sonra kursor 1, 2, 3-ə dəyildi. Gətirdim. Bu birinci dövrüm. İkinci dövr üzrə 1, 2, 3-ü sildim. 1, 2, 3 bir yana getdim. Deməli, hər iki dövrdən bir dənə Python sözü gedir. Hər iki dövrdən bir Python sözünü silirəm.
İndi bu məntiqlə gəlin baxaq. Mənim də 20 dəfə ardıcıl olarsa, deməli hər 2 dövrdən bir Pythonum gedirsə, 20 dövrdə, 2 dövrdə 1 Python gedirsə, 20 dövrdə də 10 Pythonum silinəcək, eləmi? Və 10 Pythonum silinirsə, yerdə də 2 dənə Pythonum qalırsa, deməli mənim 12 dənə Pythonum var imiş. Və cavab da elə 12 eləyir. Variantları qeyd etməmişəm. Cavab 12 eləyəcək. Niyə görə? İkisi burdadır. Onun da silmişəm. Yəni 10 dənəsi gedib. Bildinizmi necə? Yəni ilkin olaraq bəli, doğru cavab 12 eləyir. Onu burada, ikisi də burada qalıb, olur 12. Davam edirik. Deməli, informasiyanın təqdim olunma forması, informasiyanın xassəsi, bir də informasiyanın növün deyir mənə. İnformasiyanın növləri, gəlin baxın, informasiyanın yəni mən hansı formada təqdim eləyirəm? Bax, qrafik informasiya, informasiyanın təqdim olunma formasınadır. İnformasiyanın növlərinə taktil informasiya, xətti informasiya deyilən bir şey ümumiyyətlə anlayış yoxdur. İnformasiya etibarlı olmalıdır və obyektiv olmalıdır. B ilə C informasiyanın xassələridir. Deməli 2-yə uyğun gəlir B, C. Elə çox güman ki, bu olacaq ki, B-C uyğun gəlir. İnformasiyanın təqdim olunma formasına 1-ə E və taktil informasiyadan informasiyanın növüdür. Davam edirik. 200 səhifəsində X sayda simvol var və 4 vurulsun 2-nin üstündə 20 bitlik, bu bit göstərir məndə, bitlərin sayıdır. 4 vurulsun 2-nin üstündə 20 bit həm də piksellərin də sayını göstərir. Yəni məndə neçə dənə piksel var. Bax, bu qədər pikselli simvoldur. Özü də deyir ASCII standartındadırsa, ASCII-də mən bunu elə bərbaşdan elə 1 bayta vururam. Və bu ifadə ümumilikdə 256 dənə səhifədə yer alır. Və cəmləyəndə verir mənə 129 megabayt. Buradan X-i soruşur. X bərabər olacaq 129 megabayt bölünsün 256 çıx 4 vurulsun 2-nin üstündə 20. O da eləyir 4096. Yəni vaxtınız çox getməsin deyə sürətli yazıram. Deməli, proqram icrası nəticəsində 81 ədədi çap edilərsə, n dəyişəni üçün daxil edilə biləcək ən kiçik ədədin rəqəmlərinin cəmini soruşur. N üçün baxıram ki, 272 yazılıb sonuncu qiymət. 272-ni ala da bilər N və S-i də məndə hər dəfə 3-ə vura-vura gedir. N 17 artır. Gəlin belə eləyək. 272-ni 17-yə bölək. Görək ümumilikdə bu proses neçə dəfə davam edib. 6 dəfə çıxdım 102-ni eləyib. Deməli 16 dənə dövrü prosesi olub. 16 dənə. Və dövrü proseslərimin sonunda hər dəfə ki, amma nəticəsini əldə etmək üçün n dəyişənə daxil edə biləcək ən kiçik. Bu şərtin ödənməsi üçün dövrü proses 16 dəfə icra olunmalıdır. Məndənsə S-i soruşur. S də hər dəfə 3 artıb. Deməli, S əvvəl 1 idi. 1 vurulsun 3 edib 3. Sonra S olub 3 vurulsun 3, 9. Yenə də 9 vurulsun 3, 3 hətta 9 vurulsun 3, 27 və yenə də 27 vurulsun 3, 81. Belə çıxır ki, bu dövrü daha da qısaldıb. 4 dənə dövr eləyib. Yəni, n-in başlanğıc qiymətindən, n-in tutaq ki, başlanğıc qiyməti 0 olsaydı, n-in başlanğıc qiyməti 0 olsaydı, bu 16 dövrü proses gedəcəkdi. Amma 4 dəfə azaldıbsa dövrü prosesi, onda necə olacaq? Amma deməli bu dövrü proses 16 dəfə getməyib. Dövrü proses məndə gedib 81 dəfə. Yəni burada 17-ni 4 dəfə, yəni 17 üstəgəl 17 üstəgəl 17 bax bu mənada 4 dəfə toplayıblar da dövrü proses. Yəni ona görə də 17-ni dəqiqə böyütmüşəm. Hə, 17-ni vururam 4-ə.
eləyir 68. Mənim son qiymətim nədir deyir? 272. 272 qoyanda yerinə 272-dən 68-ni çıxıram, eləyir 204. 204 şərtində, elin 204 olanda, yəni burada başlanğıc qiyməti. S dövrü ödəyir. Yəni 272 bərabər 272 şərti ödəyir, dövrə girir, 5-ci dəfəni icra eləyir. Amma 204 deyil, 204-dən bir vahid çox, 205 yazmış olsam ən kiçik qiymət olaraq, o zaman dövrdən çıxmış olacaq və 4 dəfədən sonra da dövr bitmiş sayılacaqdır. Davam edirik. 84-cü misala baxırıq. Bizə deyir ki, belə bir sorğu verir. A-nın qiymətini 500, B-nin qiymətini 700, C-nin qiymətini 400 verib. İndi bunlara əsasən hər üçünün ortağını A and B and C 20-dir. Yaxşı, bura 20-dir. B and C. B ilə C-nin ortağı verib 100. 100-dən 20-sini çıxıram, bura 80-dir. A and C 70-dir. 100-dən 70-dən 20-sini çıxıram, bura eləyir 50. Və məndə A and not B. A olsun, B olmasın. Yəni bax bu hissəni istəyir və 20, 80, 100, 150. 400-dən də 150-sini çıxıram, bura qalır 250. İndi bunu məsələn x, y, z kimi götürsəm, deməli x üstəgəl y üstəgəl 50 üzrə 20, 70 bərabərdir 500-ə, x üstəgəl y-ın bərabərdir 430-a. Sonra nə yazılıb məndə? Y üstəgəl z üstəgəl 100, yəni 20 ilə 80 topladım 100 elədi, bərabərdir 700-ə. Y üstəgəl z də verir mənə 600. İndi nə edirəm? Buradan y-ı tapsam, bax birinci ifadədə y bərabərdir 430 çıxılsın x-a. Gətirib ikinci ifadədə yerinə qoyuram. Yəni 430 çıx x üstəgəl z bərabərdir 600-ə. Z isə buradan tapıram. Z bərabər olur. Yəni x bir yana keçəndə nəyə bərabər olur? 6-dan 430-u çıxıram. Eləyir 170 üstəgəl x-a. İndi bu ifadələrin hamısını bax A and or, A or B or C, yəni hamısını birləşdirməsinə yerləşdirəcəm. A or B or C o deməkdir ki, bütün nə varsa x üstəgəl y üstəgəl z üstəgəl 50, 20, 80 və 250. Bunların hamısının cəmi 1300-ə bərabərdir. Eləmi? Bu elədir 100, o da 300, 400. X-ımın qiyməti məndə bilmirəm. Y-ımı tapdım. 430 çıxılsın x. Üstəgəl bunların cəmi olan 400. Üstəgəl z-in də qiyməti 170 üstəgəl x bərabərdir 1300-ə. Buradan da x-i hesablayanda bu elədir 500, 600, o da 400, 1000. 1300-dən də 1000-in çıxanda eləyir 300. X-ın qiyməti 300-dür. X məndə buradır. Bir də bura var məndə. 300-dən də 50-ni toplayıram, eləyir 350. Belə. Davam edək. Belə bir alqoritm verib, alqoritm icrasından sonra A dəyişənin qiyməti neçə olar? Soruşur. A-nın qiyməti -4-dür, B 9-dur. -4-4-dən kiçikdir. Deyirəm, hə. Deyir, onda A-nı 2 vahid artır. A olur belə. -4 üstəgəl 2 eləyir -2. Bu birinci dövrümdə. B-ni də bir vahid azaldıram. 9 da çıxılsın 1 eləyir 8. Davam edirəm. İkinci dövrlə -2 4-dən kiçikdir. Deyirəm, hə. Deyir, A-nı 2 vahid artır. A bərabərdir. -2 üstəgəl 2 eləyir 4, 0. B bərabər olur 8 çıxılsın 1, yəni 7-yə. Üçüncü dövr gedir. Deyir ki, 0 kiçikdir 4-dən. Deyirəm, hə. Deyir, A-nı 2 vahid artır. Yəni 0-ın üstünə 2 gəlirəm, eləyir 2. B bərabər olur 6. Dördüncüdə yenə də 2 kiçikdir 4-dən. Deyirəm, hə. A olur 4. B olur 5. Bir vahid azaldı. 4 4-dən kiçikdir, yox. Düşürəm aşağı. Deyir, B-ni bir vahid artır. B-ni bir vahid artıracam. B məndə burada azaltmaq istəyirəm, minusdur. B-ni bir vahid azaldıram, B olur 4.
B-nin qiyməti olur 4. A-nı da 2 vahid artırıram, A olur 6. Deyir 4 1-dən böyükdür. Deyirəm hə. Bu mənim birinci dövrümdür. Yəni şərt ödənir. Keçirim ikinci. Yenə B-ni bir vahid azaldıram. B olur 3, A olur 8. 3 böyükdür 1-dən hə. Yenə də B-ni bir vahid azaldır. 3-dən 1-in çıxır. Eləyir 2. A olur 10. Daha sonra 2 yenə böyükdür 1-dən hə. O zaman dördüncü dövrə B bərabərdir 2 çıxılsın 1, 1. A olur 12 və 1 1-dən böyükdür deyirəm. Yox, cavab eləyir 12. Davam edirik. Deməli, bizə verilənlər bazasına əlaqələndirilmiş fraqmentlər verir. Mehdi Abbasov küçəsinin sakinləri cəmi neçə dəfə bu kitabxanadan Agatha Christie'nin müəllifi olduğu kitabları alıb? Deməli, Mehdi Abbasov küçəsi, oxucu nömrəsi, Mehdi Abbasov küçəsində yaşayan oxucu nömrəsi A11-dir. Sonra bir də A22-dir. Eləmi? A11 ilə A22-nin adı Kazımovdur. Bir də amma Kazımovla bağlı, soyadlarla bağlı burada verilməyib. Onda bu keçirəm bu birisi cədvələ. A11 məndə ID nömrəsi olan 56-nı, 35-i, bir də 70-i götürüb. Bir də A22. A22 də 56-nı, 87-ni və 22-ni götürüb. Deməli, hansıları götürüb? Əllər 56-dır, 35, 87, 20, 70. Bax, bu kitablar götürülüb, eləmi, nömrə olaraq. Və həmin bu kitablar 2 dəfə üzdə 56 idi. Səhv eləmirəmsə 2 dəfə 56 götürülüb. 2 dəfə. Və həmin 56-lar Agatha Christie'dir. 35 Agatha Christie'dir. 87 Lev Tolstoy'dur, bizə lazım deyil. 20 Charles Dickens'dir, bizə lazım deyil və 70-i də ki, heç burada 75-dir bu. 75 də Agatha Christie'dir. Deməli, 87 ilə 20-ni götürməyəcəm. 1, 2, 3, 4 dənə. 4 dəfə deməli müraciət etmiş olublar. Davam edirik. 64 simvollu əlifbada kodlaşdırılmış sözlər, onların informasiya həcmlərinə görə uyğunluğunu müəyyənləşdirin. 64 simvollu əlifbadırsa, yəni böyük N bərabərdir 64-ə, o da eləyir 2 üstü 6, N bərabərdir 6 bitə. Eləmi? İndi 6 bit ilə kodlaşdırılır. Bu da 4 hərf var. 4 vurulsun 6 eləyir 24 bit və ya 24-ü 8-ə bölsəm 3 bayt eləyir. 24 bit və ya 3 bayt. 24 bit ilə 3 bayt uyğun gəlir birinciyə, yəni 1-ə uyğun gəlir BC. Sonra proqram yığısı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənədir. 11-i 6-ya vururam eləyir 66. 66 bit olur ikinciyə, 2-yə uyğun gəlir D və 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 vurulsun 6 eləyir 48 bit və ya 6 bayt və ya 6 bayt. Deməli, 3-ə də uyğun gəlir E variantı. Davam edirik. Deməli, daxil edilmiş N natural ədədi üçün bu ifadənin cəmini alqoritmini hesablayan blok sxem qurun. Baxıram ki, məxrəc 2 dəfə artıb, sürətdə dəyişiklik yoxdur. Sürətdə bir dənə, bir mənfi, bir müsbət var. Deməli, mən əvvəlcə N-i daxil etməliyəm. N neçə dənə olsun və bu dövrü prosesdir. Dövrü proses davam edir. Nə qədər ki artır. Gəlin belə eləyək. N-i hər dəfə bir vahid azaldaq. Ya da N qiymət alsın 1-dən. Çünki 0 götürə bilmirəm. Vurma əməlini icra edəcəm. N qiymət alsın, böyük N-dir bu. 1-dən başlasın N-ə qədər. Dövrü prosesin davam etsin. Bax, belə qura bilərəm. Və hədirsə nə etsin? Nə qədər ki, bu proses davam eləyir. Bir dənə də S-in qiyməti daxil olunmalı idi burada. Bir dənə S-i də daxil eləyim. Burada. Yanında belə eləyək. Başlanğıcım var. Başla. Sonra N-i daxil etdim. Səliqəsiz oldu. Üzrlü sayın. Bir də S-in də başlanğıc qiymətini 0 verirəm. Niyə? Çünki S-i toplayacağım. Nə qədər ki, bu belədir.
O zaman S bərabərdir. S üstəgəl -1-in qüvvətində n+1 bölünsün 2n düsturunu bax icra etsin. Bax bu formada. Nə qədər ki bu şərt ödənilir, dövrü proses bu cür davam etsin. Davam edirik. Natural ədədlər A, B, C, K başlıqlı sütunlara ayrılmışdır. Klaviaturdan daxil edilmiş A ədədi hansı sütunda olduğunu müəyyənləşdirən proqramı yazın. Biz artıq bunu Pythonda yazmalıyıq. Gəlin baxaq. Deməli, mən burada hansı məntiqi baxıram? Baxıram ki, bax, 1, 6, 7, 12. Bax, burada nə edib? Elə bil ki, buradakı artım 5-5'dir. Yoxsa necə? Bir dəqiqə dayan. 89-cu test proqram yazmağımız istəyir. ABC başlıqlı sütunlar aşağıdakı cədvəllər kimi ayrılmışdır. A, 1, 6, 7, 12. Bunlar arasında xüsusi bir mütənasiblik var. Yəni A-nın, B-nin, C-nin qiymətlərinin artmasında xüsusi bir mütənasiblik var. Nə deməkdir? Bax, A-da baxıram ki, 1 yazılıb, 1-dən sonra 6 qeyd olunub, daha sonra 12 və s. Eləmi? 102. Burada nə edəcək? Bax, elə bil ki, 1-in üstünə 5 gəlir, verir mənə 6. 6-nın üstünə 1 gəlir, edir 7. Sonra 7-nin üstünə, burada 13 olacaq da, yəni bu 7-nin üstünə 5 gələcək, 12, 12 üstünə 1 gəlir, 13. Bu A-nın mülahizəsi. B-nin mülahizəsində isə baxıram ki, 2, 5, 8, 11, 14 və s. Burada 3 artım baş verib. C-nin mülahizəsində isə deməli proses necədir? Baxıram ki, C-nin mülahizəsi elə A-nın mülahizəsinə oxşuyur hardasa. Yəni necə olacaq? Baxıram ki, 3-ün üzərinə 1 gəlib 4 verib. 4-ün üzərinə 5 gəlir, edir 9. Sonra 9 üstə gəlib 1, 10 verir və 10-un üzərinə 1 gəlir, 5 gələcək, 15 eləyəcək. Bax, belə, ardıcıllıq belə gedəcək. İndi gəlin biz bunu Pythonda proqram olaraq quraq və Pythonda nəticəmizin nə olacağını bir müəyyənləşdirməyə çalışaq. Komandanı qısaldım ki, əsas görürsün. Bəli. İndi nə edəcəm? Proqram olaraq, yəni mən məntiqi mülahizələri tapıram. Çünki orada 102-yə qədər gedir və mən bir onu daxil eləyə bilməyəcəm. Ona görə də bir dəqiqə bunu kiçildim. Deməli, A-nın dəyəri verib mən A-nın dəyəri olaraq bir dənə boş bir siyahı əlavə eləyim. Eyni şeyi B üçün də edəcəm. Boş bir siyahı və C üçün də boş bir siyahı əlavə edəcəm. Sonra deyirəm ki, for I in range. For I in range. Mənə baxaq görə burada A-nın, I deyili daha A-dır. A götürəcəm. I-ni götürmürəm, A götürürəm. Deməli, for A in range. Baxıram nə aralıq verib. 1-dən 102-nin özünü də götürsün deyə 1,103 götürəcəm ki, onu da götürsün. Aralığı qeyd etdim. Daha sonra nə edəcəm? Bax, elə bil məndə deyir ki, girişə 6 verəndə cavab A çıxsın. A nə zaman oldu? Mən 1-in üstünə 5 gələndə 6 elədi. 11 verəndə B çıxsın. Bax, gəlin bir dənə baxaq. 6 alınan dəyər 1-in üstünə 5 gələndə olur 6-nın yaranması. 11 olmaq üçün 3 artırmalıyam ki, 11 olsun. 22-ni ala bilmək üçün 15-in üstünə 1 gələcəm, eləyəcək 16. Eləmi? 16-nın üstünə 5 gələcəm, eləyəcək 21. Sonra 21-in üstünə 1 gələcək, eləyəcək 22. Yəni, bax, burada belə bir məntiqi mülahizə yaranır. İndi həmin o məntiqi mülahizədən davam edək. O zaman bir dənə Q qiyməti götürürəm, hər hansı bir. Deyirəm ki, A-dan 1 çıxılsın, A çıxılsın 1. Çünki dediyək ki, 5 əlavə eləyəndə olur. A çıxılsın 1-in, bölürəm, nəyə bölürəm? Mənə girişə 6 qiyməti verilərsə deyir,
Deməli, burada əyərləri belə deyim də 6 daxil edirəm. 6-nın həmin o altılıq dövr üzrə davam etdirirəm. Bölürəm 6-ya. Bərabər, heç nə bərabər qoymuram. Yəni bu şərt verilibsə, birinci dövrə üzrə bunu etsin. Sonra desin ki, əyərləri həmin o kü harda var? Həmin o kü deməli 0-la 1-in arasında, yəni bu 0-1 siyahısında varsa, ya 0 və yaxud da birinci element olaraq qeyd olunubsa, o zaman A nöqtəni, bax A nöqtə yazıram. Nə eləsin? A nöqtəyə, həmin A siyahısına əlavə eləsin. A nöqtə deyəndə A siyahısını nəzərdə tuturam. A siyahısını əlavə eləsin həmin o A-nı. Yox, əyərləri elif qoyacam artıq. Elif. Əyərləri həmin o kü 2-5 aralığındadırsa, yəni kü in 2-5 2,5 kimi götürürəm. Əgər bu aralıqdadırsa, o zaman B-yə əlavə eləsin. B nöqtə append. Bax belə yazıram. Append A. Ora əlavə eləsin. Əks halda isə else-sində bizim bir dənə də else-miz olacaq. Amma else də yazmaya bilərik. Elif yazaq. Gəl elif yazaq. Elif kü in olsun 3 və 4 aralığında. 3 ilə 4-ün aralığında olarsa əgər, o zaman C nöqtə append eləsin. C nöqtə append A. Yəni A-nı sonuna əlavə elə. Hə. Belə. Və ən sonda da həm A-nı, həm B-ni çapa versin. Məsələn, print A, A-nı çapa versin. Yəni ifadə olaraq ki, A-dadır. Sonra print B, kopyalayım, 3 dəfə atım. Print A, print B, print C-ni çap eləsin. Belə. Burada olacaq B, burada olacaq C. Bax belə. Bu bizim 89-cu sualımızdır. İndi də keçək 90 nömrəli testimizə. Deyir ki, klaviaturada daxil edilmiş sətirdə müxtəlif simvolların sayını tapan proqramı yazın. Yəni mənə müxtəlif simvol deyir. Baxıram ki, burada 3 çıxardıq. 3 nədir? Banal sözündə 3 dənə samit var, 2 dənə sait var. Termometr sözündə 1, 2, 3, 4, 5, 6 dənə amma samit var. Eləmi? Müxtəlif simvolların sayını. Üzr istəyirəm. Sait samitlə deyil. Sualı oxuyuram elə də. Hə, müxtəlif simvollar. Yəni bax burada banan sözündə B-dır, A-dır, N-dır. 3 dənə fərqli simvol var. Termometr sözündə T-dır, E-dir, R-dır, M, O və salam. Hə, burada da yenə də 1 sual, 2, 6, 9, 2 nöqtə, bir də A bunlardır. İndi biz bütün bunlardan nəticə alaraq buna uyğun proqramı yazmalıyıq. Deməli, növbətiyə baxıram. Deyir ki, nə edək? Bir dənə hər hansı bir A-nı input eləyək. Yəni A1 yazmalı. Hə. A bərabərdir input. Niyə görə? Input yazırsa sadəcə sətr olaraq başa düşəcək. A-nı daxil etsin. Bir dənə də Q siyahısını daxil etsin. Bir dəqiqə bunu dilini dəyişim. Tamam. Q siyahısını daxil etsin. Daxil edəndən sonra hər dəfə deməli for dövrü olaraq nə etsin? Bizim bu hərfləri iləri axtarsın harda? Həmin o daxil etdiyimiz A-nın içərisində, o sətrin içərisində for in A. Yəni A sətrində o elementi götür. Əyərləri həmin o not deyək in Q. Yəni Q-də yoxdursa, həmin o Q-də deyilsə, o zaman nə et? O zaman həmin o Q-nü daha deməli i-ni əlavə elə, append elə.
Append elə Q-yə. Append Q-yə. Tamam mı? Daha doğrusu bu adi mütər istəyirsə, adi nöqtə Q. Bunu əlavə eləsin və nəhayət print eləsin sonda elə Q-nü. Amma məndən simvolların sayını soruşur deyə onu lenlə yazacağam. Print len Q. Yəni Q-nün uzunluğunu tapsın. Bax belə bir proqram qurmuş olacam. 61-ci suala baxaq. Deməli deyir ki, Vəli, Piri, Samir və Kərimovun soyadları Vəkilov, Pənahov, Səlimov, Kamilovdur. Onlar eyni gündə imtahan verirlər. Vəli və Səlimov imtahanda 5 alıblar. Vəli ilə Səlimov imtahanda 5 alıblarsa, deməli nə Vəlinin soyadı Səlimov deyil. Həmçinin Piri və Vəkilov da imtahanda 3 alıblar. Pirinin də soyadı Vəkilov deyil. Pirinin soyadı Vəkilov deyil. İndi burada başqa bir məqamda üzə çıxır ki, biri 5 alıb, biri 3 alıb. Elə deyilmi? Səlimov belə çıxır ki, 3 almayıbsa, o zaman Səlimov Piri deyil. Pirinin soyadı da Piri deyil və Vəli 5 alıb, Vəkilov 3 alıbsa, deməli onlar da eyni adam deyil. Vəli ilə də Vəkilov açıq qoyuruq. Vəkilovun boyu Pənahovdan hündürdür. Deməli birincinin Vəkilov gəlir, sonra Pənahov gəlir, daha necənsə Kərimov gəlir. Eləmi? Və indi baxırıq nəyə? Deyir ki, Kərimovun boyu çünki Pənahovdan qısadır, belə deyir. Samir və Pirinin boyları eynidir. Əgər Kərimin boyu, Kərimov deyil, bu Kərimdir. Kərimin boyu Pənahovdan qısadsa, Kərim Pənahov deyil. Kərim Pənahov deyil. Həmçinin Kərim Vəkilov da deyil. Niyə görə Vəkilov deyil? Çünki ən qısadır. Onda belə çıxır ki, Vəkilov olur Samir. Vəkilov Samirdirsə, artıq avtomatik olaraq Kərim Səlimov olur. Səlimov Kərim olanda qalır Vəli və Pirinin soyadlarının fərqliliyi. Və buradan da bizə nə demişdi? Deyir, Vəkilov Pənahovdan hündürdür. Vəkilov hündürdür. Bir də onu deyir ki, Samirlə də Pirinin boyları eynidir. Vəkilov hündürdürsə, Samirlə də Pirinin boyları eynidirsə və Samir də Vəkilovdursa, onda belə çıxır ki, Samirin də Pirinin də soyadı Pənahov olmayacaq. Pənahov olacaq Vəli və Pirinin də soyadı olacaq Kamilov. Bax belə.